Körlər ölkəsində tək gözlü adam kraldı. Bu sözü yəqin ki, dəfələrlə eşitmisiniz. İlk baxışda elə gəlir ki, söhbət üstünlükdən gedir. Yəni, ətrafındakılar heç nə bilmirsə, sənin azca biliyin belə səni kral edir. Amma gəlin, bugün o pərdəni qaldıraq. Bəlkə də o tək gözlü adam kral yox, ən bədbəxt adamdır. Təsəvvür edin, bir cəmiyyətdə hamı kördür. Amma fiziki mənada yox, zehniyyət olaraq, ruhən. Onlar üçün dünya sadəcə toxunuşlardan və səslərdən ibarətdir. İşıq anlayışı onlar üçün yoxdur. Sən isə, sən görürsən. Sən rəngləri, üfüqü, günəşi görürsən. Amma sən onlara günəş var deyəndə sənə kral kimi baxmırlar, sənə dəli kimi baxırlar. Çünki onların reallığında günəş yoxdur. Neuropsixologiya buna kollektiv reallıq deyir. Beynimiz inandığı şeyi görür. Kütlə nəyə inanırsa norma odur. Fərqli görən isə həmişə təhlükədir. Kvant fizikası bizə deyir ki, müşahidəçi reallığı yaradır. O tək gözlü adam əslində yeni bir ehtimalı, yeni bir dalğanı müşahidə edən yeganə şuurdur. Sizin o bir gözünüz sizin fərqindəliyinizdir, intuisiyanızdır. Hamı bu mümkün deyil deyəndə sizin beyninizdəki retikulyar aktivasiya sistemi fürsətləri görür. Amma burada bir tələ var. Körlər ölkəsində kral olmaq üçün onlara gördüklərini zorla qəbul etdirməməlisən. Onların əlindən tutub istini hiss etdirməlisən. Yəni görmək yetmir, hiss etdirmək lazımdır.